uşaqlar. Deməli, nisbə əvəzi. Nisbə əvəzi nədir? Nisbə əvəzi özündən əvvəl gələn ismi təyin edir. Nə deməkdir? Bax, misal üçün, birinci cümlədə deyirəm ki, onunla, yəni o qızla, yaxud da qadınla söhbət edən kişi mənim əmimdir. Bax, burada əslində bizim cümləmiz the man is my uncle. Kişi mənim əmimdir. Hansı? Elə ki, bir növ Azərbaycan dilində var ya, əlavə. İsmi verir, sonra onun haqqında məlumat verir. Bax, bu bölmə həmin o əlavələr bölməsinə olur gəlir. Tərcüməsini əsas, biz belə deyək də, tərcüməsi niyə görə lazım ola bilər? Bu esselər yazmaq üçün. Esselər yazanda istifadə, amma qayda kimi deyəcəm, sonra buna aid sizə cümlələr verəcəm evdə işləməyə. Mütləq bunlardan istifadə edin, mürəkkəb cümlə qurmaq üçün. Deməli, nisbə vəzilərimiz who'dur, whom'dur, who'sdur, which'dir, bir də that'dir. Və bu nisbə vəzilər istifadə olunur həmin bu boşluqların yerinə. Baxaq, birinci cümlədə görürük ki, nöqtələrdən əvvəl nə gəlir? Nöqtələrdən əvvəl mən. Mən, burada artıq tək cəm söhbəti olmayacaq. Burada insana aid isim, cansız isim və ya da heyvan aid isim. Bax, bunlar əsas bizə önəmlidir. Birinciyə baxırıq, boşluqdan əvvəl gələn isim necə isimdir? İnsan aid isimdir, düzdürmü? Gördünüz ki, nöqtələrdən əvvəl insana aid isim varsa, variantlardan which-i çıxırsınız. Niyə? Çünki which-dən əvvəl yalnız cansız və heyvan aid isim gəlməlidir. Bir də sizə verəcəklər variantlardan what. What-u da çıxırıq. Niyə? Çünki what nisbə əvəzi deyil. Nə deməkdir? Yəni what-dan əvvəl isim gəlməz. Aydındır? Gördünüz ki, nöqtələrdən əvvəl isim varsa, nəyə çıxırsınız orada? What-u çıxırsınız. Niyə? Çünki what-dan əvvəl isim gəlməz. Which-i çıxırıq. Niyə? Çünki which-dən əvvəl insana aid isim yox, cansız və ya da heyvan aid isim gəlir. Amma biz birazdan sual cümləsini keçəcəyik. Which-dən sonra gələ bilər insana aid isim. Misal üçün, deyilən which boy, hansı oğlan, which girl, hansı qız və ya da which woman, hansı qadınlar. Which-dən sonra gətirə bilərsiniz ismi, yəni insanı bilmən isim. Amma qətiyyən which-dən əvvəl nisbə əvəzi kimi insana aid isim olmaz. Deməli, gördük ki, mən var. Biz who'nu da götürə bilərik bura, whom'u da götürə bilərik, who'su da götürə bilərik, that'i də götürə bilərik. Hamısı gedə bilər bura. Amma qapalı sualda biz yalnız bir dənə cavab seçməliyik, düzdürmü? Deməli, baxıram, birinci tərəfə görə tapa bilmədim. Keçdim ikinci tərəfə. Nöqtələrdən sonra nə var burada? Nöqtələrdən sonra nə gəlir? Is talking, xəbər gəlir, düzdür? Gördünüz ki, nöqtələrdən əvvəl insana aid isim, nöqtələrdən sonra xəbər gəlirsə, bu boşluğa yalnız who, bir də nə deyə bilərik? Who'nu əvəz eləyən that da ola bilər. Bəli, who, bir də that olacaq. Bax, bir də təkrar edirəm. Gördünüz ki, nöqtələrdən əvvəl insana aid isim, nöqtələrdən sonra xəbər varsa nə qoyuruq ora? O boşluğa nə qoyuruq? Who, that qoyuruq. Ay, sağ ol. Keçdim ikinci cümləyə. Birinci deyənin başa düşdünüzsə, who'nun that'in qaydası necə oldu? Özündən əvvəl insana aid isim, özündən sonra xəbər. Amma bir şey var, who'nun that'dən sonra mübtəda xəbər də gələ bilər. Yəni, yalnız xəbər gəlmə söhbəti yoxdur, mübtəda xəbər də ola bilər. Gəldim ikinci cümlə. İkinci cümlədə də yenə nə görürəm boşluqdan əvvəl? Demək, insana aid isim gördüm. İnsana aid isim gördümsə, variantlarda nəyə çıxıram? Nəyi? Votu və biçi. Votu ona görə çıxdım ki, isim olmaz. Biçi də ona görə çıxdım ki, özündən əvvəl insanın birindən söz gəlməz. Gəldi boşluqdan sonra. Nə görürəm burada? You mübtəda, sonra da burada xəbər. Gördünüz ki, nöqtələrdən sonra mübtəda xəbər gəlirsə, bilin ki, o whom'un qaydasıdır. Deməli, whom'un qaydası necədir? Birinci whom haqqında məlumat verəcəm, sonra edəcəm. Baxın, whom'da belədir ki, whom'da. Whom'dan əvvəl, gələ bunu biraz rənglə yazardım. Bir dəqiqə, sarı götürək. Hə, baxın, whom'dan əvvəl nə gəlməlidir? İnsana aid isim gəlməlidir. Whom'dan sonra da mütləq nə gəlməlidir? Mübtəda xəbər. Burada nə olmuşdu? Who, burada that olmuşdu. Burada da whom olacaq. Whom'un qaydası necədir? Kim deyər? Whom'dan əvvəl insana aid isim, whom'dan sonra mübtəda xəbər. Bax, yadınızda qalsın. Whom'da özündən əvvəl insana aid isim, özündən sonra mübtəda xəbər. Amma, diqqətlə bura qulaq asın. Bu boşluğa həm də zəti də qoya bilərsiniz. Niyə? Çünki də həm who'nu, həm whom'u, həm də which əvəz eləyə bilər. 3 dənə nisbə əvəzi əvəz eləyə bilər. Deməli, that hansılar əvəz elədim? Who, bir də which, 3-ünü də əvəz eləyə bilər. Bəs mən bura who qoya bilərəmmi? Bəli, qoya bilərəm. Bax, bu boşluğa who da gedəcək. Niyə? Çünki who cümlədə həm mübtəda ola bilir, burada mübtədadır. Həm də tamamlıq ola bilir.
Hətta buranı mən nisbə əvəzi qoymasam da olar, boş da yaza bilərəm buranı. Belə deyə bilərəm də, demən, you saw is my uncle. Sənin gördüyün kişi mənim əmmimdir və ya da dayımdır. Gördüyünüz ki, nöqtələrdən sonra mübtəda xəbər gəlibsə, ora nisbə əvəzi, siz test təbliğatlarında görəcəksiniz. Orada belə bir variant da olacaq, boşluq da olacaq. O boşluğu yalnız biz nöqtələrdən sonra mübtəda xəbər olanda qoyuruq. Aydındır? Human qaydası necə oldu? İnsan aid isim özündən əvvəl, özündən sonra mübtəda xəbər. Əgər gördünüz ki, nöqtələrdən əvvəl insan aid isim, nöqtələrdən sonra mübtəda xəbər gəlirsə, ora hum da qoya bilərsiniz, bunu da qoya bilərsiniz, dət də qoya bilərsiniz, hətta nisbə əvəzi qoymasınız olur. Boşluq da qoya bilərsiniz. Yadda qalar. Gəldim üçüncü tərəfə. Nə görürük burada? Mən insan aid isimdir. Wife nədir? Həyat yoldaşı. Bu da isimdir. Baxın, gördünüz ki, nöqtədən əvvəllə, nöqtələrdən sonra da hər iki tərəfdə isim varsa, ora yalnız huz deyəcəksiniz. Yalnız huz. Bax, bu yalnız huzun yeridir. Huzu da əvəz eləyə bilər. Qətiyyən. Huz ancaq tək. Sağı da isim olur, solu da isim olur. Yaxşı, belə bir sual verirəm. Huzda mütləqdən için mütləq özündən əvvəl insan isim olsun? Yox, heyvan da ola bilər. Heyvan da, cansız da insan da ola bilər. Huzda fərqi yoxdur ya. Huzda istənilən isim qoya bilərsiniz. Cansız da, heyvan aid isim. Əsas odur ki, isim olsun. Məsəl üçün, burada dördüncü cümləyə fikir verin. Book da isimdir, page da isimdir. Düzdür, iki tərəf ikisi də isimdir. Nə olacaq? Yenə də huz olacaq. Bax, yenə təkrar edirəm. Huz üçün fərqi yoxdur ya. Özündən əvvəl müddət insana bilən söz gəlsin, müddət cansız, müddət heyvan aid isim gəlsin. Onun heç bir fərqi yoxdur. Əsas odur isim olsun. Yadda qalar. Huzun qaydası necə oldu? Sağı da isim olmalıdır, sol da isim olmalıdır. İsim, əvəzi yox. Bəzi uşaqlar deyir ki, məsələn, ay görür, deyir ki, hə, burada ay əvəzlikdir. Mən deyirəm isim olsun. Öz o ismin qabağında artikel falan olmamalıdır. Nə də xüsusi isim olmamalıdır, ümumi isim olmalıdır. Ya sifət üstəgəl isim, ya da sadəcə isim. Necə my, your, his, her, it's, our deyil var ha. Onlardan sonra isim necə gəlirdi? Ya birbaşa gəlirdi, ya da sifətə qoşulub gəlirdi. Huzda da elədi. Ya birbaşa gələcək, ya da sifətə qoşulub gələcək. Amma artikel falan olmayacaq. Gəldim 5-ci cümləyə. 5-ci cümlədə film görürəm. Film necə isimdir? Cansız. Cansızdırsa variantlardan humu çıxırsınız. Niyə? Çünki hu və humdan əvvəl ancaq insan aid isim gəlməlidir. Sonra keçirəm boşluqdan sonra. Görürəm, burada xəbərim var. Düzdür? Orada xəbər gəlir. Mən buna boş qoya bilərəm. Nisbə əvəzi yazmaya bilərəm bura. Yazmaya bilərəm. Qətiyyən. Boşluğa ancaq mən mübtəda xəbər olanda yaza bilərəm. Buna boş qoya bilmərsiniz. Bura nə qoya bilərəm? Which qoya bilərəm. Which. Bir də nə qoya bilərəm? Bir də dət qoya bilərəm. Bəli, yalnız bu ikisini qoya bilərəm. Deməli, which-lə dəti niyə qoydum? Boşluqdan əvvəl cansız isim. Boşluqdan sonra xəbər və ya da mübtəda xəbər gəlsə, which-lə zət qoyursunuz. Gəldim 6-ya. Burada da yenə nə görürəm? Heyvan aid isim görürəm. Dog, it. Düzdür heyvanı. Yenə də mən burada variantlarda humu çıxdım. Və keçirəm boşluqdan sonra, burada nədir? Əvəzlikdir. Huzu da çıxdım. Çünki huzdan sonra müddət isim gəlməlidir. Mən buna boş qoya bilərəm. Nisbə əvəzi yazmaya bilərəm. Niyə? Qoya bilərəm. Nə var? Mübtədadır. Tuq da sənin xəbərindir. Dedim ki, nöqtələrdən sonra mübtəda xəbər gəldisə, mübtəda da daha çox şəxs əvəzilərini ifadə olunur. I, you, he, she, we, say. Mübtəda daha çox bunlardan. Və ya da all ola bilər. Və ya da somebody, someone ola bilər. Yəni, mübtədamız ya əvəzliklər olacaq, ya şəxs əvəzi olacaq, ya təyin əvəzi olacaq, ya da qeyri-müəyyən əvəzi olacaq. Buranı uşaqlar boş da qoya bilərsiniz. Yəni, biz bura nisbə əvəzi yazmaya da bilərik. Niyə? Çünki nöqtələrdən sonra görürəm ki, burada mübtədamız var. Ona görə boş da qoya bilərəm. Which də deyə bilərəm, which də. Başqa nə deyə bilərəm? That də deyə bilərəm. Aydındır? Aydındır? Yaxşı. Humun qaydası necə oldu? Zeynəb, humun qaydası. Ya da qeyri-müəyyən əvəzi olacaq. Buranı uşaqlar boş da qoya bilərsiniz. Yəni biz bura nisbə əvəzi yazmaya da bilərik. Niyə? Çünki nöqtələrdən sonra görürəm ki, burada mübtədamız var. Ona görə boş da qoya bilərəm. Which də deyə bilərəm, which də. Başqa nə deyə bilərəm? That də deyə bilərəm. Aydındır? Aydındır? Yaxşı. Humun qaydası necə oldu? Zeynəb, humun qaydası. Bundan əvvəl insan aid isim gəlir. Sonra? Özündən sonra insan aid isim gəlir. Yox, mübtəda xəbər. Mübtəda xəbər. Yaxşı. Huzun qaydası necə oldu Hüseyin? Hər tərəf isim olmalıdır. Termometrin qaydası necə oldu? İçin qaydası solda isim, sağlı xəbər. Necə isim olmalıdır? Which-dən Yox, əvvəl insan aid olmayan. Olmayan, cansız və ya da heyvan aid isim olmalıdır. Yaxşı, Məkkə boşluğu nə vaxt qoyurduq?
Sat olanda. Yox, boşluq, yəni nisbə əvəzi yazmırdıq. Nə vaxt yazmırdıq? Gördük, nöqtələrdən sonra mübtəda xəbər varsa, ora nisbə əvəzi ilə qoymaya bilərik. Aydındır? Yaxşı. Keçək bir iki dənə test nümunəsindən baxaq, ondan sonra keçib. Yox, sifətə keçəcəm, yox. Nisbə əvəzi harda idi? Yox, nə saxlayırsınız? Bir də var. Qarışmasın. Hə? Neyini kəsərəm də? Hə, yaxşı. Qrupa sarsılır. Yəni bir dəqiqə. Nisbə əvəzi harda idi? Harda idi? Verəcəm, amma hamısını verməyəcəm. Mən yarısını burada işlədəcəm. İntrovertiv. Yarısını burada işlədəcəm. Yarısını deyək, yəni, hə, gəlin də bura baxaq. Bura diqqətlə qulaq asın. Hamının diqqəti burada olsun. Bax, birinci özüm izah edəcəm. Sonra sizə sual verəcəm. Baxın. Deməli, burada birincidə. Görürəm ki, nə var burada? Nöqtələrdən əvvəl nə var? Kompani nədir? 1-5 var. Kompani şirkətdir. Düzdür? Necə isimdir? Cansız. İnsanı bildirmir. İnsanı bildirmirsə, düzdür? Votu da çıxıram. Niyə? Votdan əvvəl isim gəlməz. Çıxdı? Beşdən zət olacaq. Aydındır? Hə, bir də onu yadından çıxdı sizə demək. Gördünüz ki, whichdir, thatdir, bir də who'dur. Özündən sonra xəbər gəlmirsə, bu xəbər. Bu xəbər təkdədir, cəmdədir. Yerin es qəbul etməsi təklik bildirir. Niyə təkdədir o? Kompaniya görə təkdir, şirkət. Gördünüz ki, which şeyindən Telman. Gördünüz ki, which qoş. Gördünüz ki, which nəzətdən sonra birbaşa xəbər gəldisə, o xəbərin tək cəm olması nədən asılıdır? Ondan əvvəl gəlin isimdən asılıdır. Ondan əvvəl cəm isim gəlirsə cəmdə olur, tək isim gəlirsə təkdə olur. Keçdim ikinci cümləyə. Nə var burada? Baxın, nə var burada? Necə isimdir? Cansız, bəli. Hu'la hu'mu çıxdım, düzdür? Votda da çıxdım. Niyə? Votdan əvvəl isim gəldim. Üçü niyə qoyduq orada? Niyə boşluq qoyduq? Gördür, ay mübtəda, təkdə bizim xəbərimiz. Boşluq nə vaxt olur? Boşluq nə vaxt olur? Nöqtələrdən sonra mübtəda xəbər gələrsə. Bizdə. İndi bura baxaq. Deyəm. Öykün, düz oxur birincisi. De görün bunu, tez olun. I don't like films var, ay mənə. Nöqtələrdən sonra həb var, xəbərdir. Burada which'in boşluq var. Səhv deyil, amma Səhv deyirsən. Which zət sonra. Bax, qulaq as, bir dənə qulaq as. Which'dən zət olacaq. Niyə boşluğu qoymadıq oradan? Çünki nöqtələrdən sonra mübtəda yoxdur, xəbər var. Mən dedim ki, bu boşluq. Yalnız 3 nöqtədən sonra mübtəda xəbər olanda qoyulur. Buzu niyə qoymadıq? İki tanesi değil. Çünki özündən sonra isim yoxdur. Votu niyə qoymadıq? Votdan əvvəl isim gələ bilməz. Votdan əvvəl isim gəlməz. Yadda qalar? Bəli. Yaxşı, gəlin dənə buna baxaq. Postman. Huz. Canlıdır. Ona görə. Verqi əvvəlcə bilməlisiniz ki, verq orada isimdir, yoxsa feildir. Bax, diqqətlə qulaq asın. Postman insan, düzdür, qulaq as. Birinci isimdir. İsim isə nəyə çıxır variantlardan? Votu. Niyə? Votdan əvvəl isim gəlməz. Biçi niyə görə çıxdı? İnsana aid olduğuna görə. Hum gelir. İndi qulaq asın. Humun qaydası nə idi? Mübtəda xəbər. Var mübtəda. Yoxdur, çıxdı. Qulaq as. Verb burada feil kimi işlənir. İsim olanda bəyəm cəmlənir. Deməli sən, bu işləmək deyil ki, bu kənddə işləyən başlaryon çox yaşlıdır. Burada işləməkdir, ona görə buzu çıxdı. Bundan sonra xəbər gələ bilər, bəli. Niyə təkdədir o works? Kim deyər? Works niyə təkdədir? Postmanə görə təkdədir. Yadda qalar? Yaxşı. Bir dənə bunu da eləyə, ondan sonra keçib. Bir də buna baxın, 13-ə. 13-ə baxın. Huz. Niyə görə huz? Boyda isimdir, brother isimdir. İki tərəf ikisi də isimdirsə, huz olacaq. Bəli. Yaxşı, bir də buna da baxaq. Woman, nədir bu? İnsan adı bir, üç. Which nə olmadı? İnsan adı isimdir. Huz nə olmadı? O bir tərəfdə isim olmalı. Bildiniz? Yadda qalar. Yaxşı, indi qulaq asın. Bir dənə bunu da izah edin, bir dənə diqqətlə qulaq asın. Nisbə əvəzliklərdən yalnız 2 nisbə əvəzlikdir ki, özündən əvvəl sözünü gələ bilər. Hansılarda? Tutalım ki, sizə belə bir cümlə düşür. Bir dənə o zəngindəşim. Tutalım ki, sizə nə düşür? Sizə düşür ki, bax,
deyək ki, nə düşür? De mən, və yaxud da de boy, de boy. Əvvəl nədir? Sözünü. İndi cümlənin adı yazmıram da. Və yaxud da düşür ki, nə düşür? De book. Yenə də əvvəl sözünü gəlir və neyini boşluq qoyulur. Baxın, cümlənin adı var da, pozmanda yazmıram. Hə, gördünüz ki, nöqtələrdən əvvəl sözünü gəlirsə, sözünü. Yalnız ya which ya da home olacaq. Niyə? Çünki yalnız bu iki nisbə əvəzidən əvvəl sözünü gələ bilər. Yalnız bu ikisinin əvvəl sözünü gələ bilər. İndi biz burada seçək görə hansına which qoyaq, hansına home koyduk bu kadar. Bəli, birinci home olacaq. Niyə? Çünki boy insandır. Birincidə home olacaq. Yaxşı, biz burada zət qoya bilərdikmi? Xeyr. Söz önünə görə. Dedim ki, yalnız ikisindən əvvəl söz önə gələ bilər. Bir home-dan əvvəl gələn, bir də which-dən əvvəl söz önə gələ bilər. Bax, yalnız ikisi. Buna nə home qoya bilmərsən, nə home, nə də zət qoya bilmərsən. Səbəb söz önünə görə. Söz önə olması da əvəz eləyə bilərdin. Burada isə yalnız which qoya bilərsən. Heç vaxt dət qoya bilmərsən. Niyə qoya bilmərik dət? Niyə görə qoya bilmirik? Çünki which-dən əvvəl söz önə gələr, amma digərlərindən əvvəl söz önə gəlməz. Bildiniz bunu? Bildiniz? Yadda